قدر فهدى. O, hər şeyin miqdarını təyin etdi və doğru yol göstərdi. Allah hər şeyin qədərini təyin etdi və təyin etdiyi doğru yolu da yaratdıqlarına göstərdi. O əzəldən hər şeyin qədərini müəyyən etmişdir. Bunu bilin ki, insanın öz ehtiyaclarını ödəməsi üçün Allahın təqdir etdiyi bütün yollar saymaqla bitməz. Dərman vasitələri, qidalar, bu dünya və axirətlə bağlı hər şey əslində Allahın hidayəti, qullarına doğru yolu göstərməsidir. Heyvanların və quşların instinktləri ilə necə yaşadıqlarının üzərində biraz təfəkkür edin. Bütün bunlar Allahın yol göstərməsidir. Vallahi təfəkkür etsəniz heyrətə düşərsiniz. Doğum anından dərhal sonra ana öz övladını doyurmaq üçün sinəsinə yaxınlaşdırır. Yeni doğulmuş bir uşaqdır bu. Bununla bağlı Rəbbimiz buyurur: Allah sizə heç bir şey bilmədiyiniz halda analarınızın bətinlərindən çıxartdı. Bu uşaq heç nə bilmir. Ana bu uşağı sinəsinə yaxınlaşdırır. Uşaq da dərhal ananın sinəsinə yönəlir və südünü içməyə başlayır. Bu uşağa bunu kim öyrətdi axı? Anasına tərəf dönür, ağzını açır və südündən bəhrələnməyə başlayır. Niyə bu uşaq başqa bir tərəfə çevrilmir? Bu uşaq heç nə bilmir axı. Bu uşaq niyə sinənin başqa bir tərəfini yox, məhz südün gəldiyi hissəni tapır? Çünki Allah bu uşağın ruzisini təqdir edib və onu buna yönəltdi. Daha sonra uşaq ananın sinəsinə yaxınlaşdıqdan sonra niyə südü soraraq qəbul etməyə başlayır? Bu da başqa bir hidayət, Allah tərəfindən yol göstərmə deyilmi? Uşaq üfürə də bilərdi. Hardan bildi ki, Allahın onun üçün yaratdığı süd ilə qarnını doyurmaq üçün anasının sinəsindən bəhrələnməlidir? Kim öyrətdi ona buna? Üfürə bilərdi, dişləyə bilərdi, ya da anasının sinəsini qarnı doyduğu zaman etdiyi kimi itələyib özündən uzaqlaşdıra da bilərdi. Həmd olsun aləmlərin Rəbbi olan Allaha.